Xüsusiyyətimizdə hakim dövlətlərə, hakim xalqlara meyillilik var ona görə. Amma biz hakim olanda başqaları bizim dilimizi öyrənməyə çalışırdılar. Səfəvi dövlətində əsarətdə olan xalqlar bizim dilimizdə danışmağa məcbur idi. Çünki biz hakim xalq idik. Ola bilsin ki, burada yəni biz hələ də özümüzü başqa xalqlardan aşağı hiss edirik. Amma çox təəssüf. Rus dili çünki Sovet dövründən qalıb. Azərbaycan Sovet vaxtında yaşamışdı. Ona görə Rus dili sözlər daha çox istifadə olunur. Bu isə bəlkə vaxtı ilə keçəcək ya da ki, keçməyəcək. Və Rus dilindən istifadə edirik, başqa dillərdən istifadə edirik. Mən bəlkə də bu bizim mükəmmelliyimizdir, amma bir yandan baxanda biraz da belə deyək də aktyorluğumuzdur. Mən belə düşünürəm, çünki biraz da vətən sevgisi bəzilərimizə azdır ona görə. Yəni nə qədər də düzdür, mən ona razıyam ki, ölkə şərtləri, iş tapmaq falan deşmək o qədər də rahat deyil. Amma nə qədər olmasa ölkəni sevmək lazımdır. Dili yaşatmaq lazımdır. Ümumiyyətlə bilmək lazımdır. Bütün dilləri bilmək çox gözəldir, çox rahatdır. Ümumiyyətlə rastlaşanda bir xarici əcnəbi milləti ilə və yaxud da ki, xaricdə təhsil alırlar, öyrənirlər, oxuyurlar da, universitet, institut qutarırlar. Onlar lazımdır da elə dili bilmək, öyrənmək. Amma danışmaqları da hər kəsən özü üçün. Ola bilsin, elə rahat da olar üçün elə danışırlar. Dünyada ermənilər tökülüşüblər. O dildə danışır, bu dildə. Ermənçiliyin millətini itirmir. O dil başqa dildə danışanda o demək deyir ki, millətini itirirsən. Əksinə, inkişaf gedir. Həmən tarixi baxsaq, Rusun bey balaları uşaqlıqdan fransız dilində, fransız nökərləri ilə böyüyən uşaqlar. Fransızın anasını alıtdı, Parisə üçün getdi, çıxdı, düzdür? Napoleonu dağıtdı. Öz zırramalarını da yığdı, getdi, hücum elədi, dağıtdı.